Xalq artisti Röya Ayxanın konsertində tamaşaçılardan biri ilə dialoqu gündəm olub. Belə ki, müğənni konsertində futbol matçını izləyən şəxsin əlindən mobil telefonunu alaraq irad bildirib. O, həmin şəxsə "məni qoyub futbolu izləyirsən" deyərək onu təpikləməyə başlayıb. Bu görüntülər sosial şəbəkələrdə tənqid edilib. Əksəriyyət ifaçının belə davranış sərgiləməsinin yanlış olduğunu bildiriblər. Xalq artistinin bu davranışı necə dəyərləndirilməlidir? Global Info aza danışan yazıcı kulturoloq Aydınxan Əbilov deyib ki, ölkədə bəzən kütlə tanınmış şəxslərin hansısa hərəkətini, zarafatını anlamır. Röya Ayxan konsertdə maraqlı bir PR elementinə əl atıb. Bilinir ki, bu reklam üçün edilmiş hadisədir. Əgər konsertə rəng qatmaq üçün olubsa, bunu dəstəkləyirik. Çünki dünyanın hər yerində tanınmış müğənnilər, xüsusilə pop musiqisində sənəti ilə tanınmış, yaxşı pul qazanan ifaçılar bəzən belə addımlar atırlar. Röyanın da bu davranışı anlaşılandır. Amma kimisə imitasiya edib təbrikləməsi, yaxud mobil telefonunu əlindən alıb ona baxması həm etikadan, həm də mədəniyyətdən kənardır. Xalq artisti adına layiq deyil. Yəni bu, onun nüfuzuna xələl gətirən bir şeydir. Kulturoloq bildirib ki, təkcə kişilər yox. Qadınlar və tanınmış şəxslər də şiddət göstərirlər. Bu, qəti şəkildə pislənilməlidir. Hətta bunun cinayət və inzibati məsuliyyəti də var. Birinə söz deyəndə və ya itələyəndə həbs edilə bilirsiniz. Amma xalq artisti belə bir addım atanda səssizlik yaranır. Hüquq qarşısında sənətçi ilə sadə vətəndaş arasında heç bir fərq yoxdur. Bu cür davranış həm insan hüquqlarına ziddir, həm də şəxsin ləyaqətini açılaltmaqdır. Mindən çox tamaşaçının qarşısında siz Röya öz səlahiyyətlərinizi aşaraq başqasını təhqir edirsiniz. Buna görə də hüquq mühafizə orqanları onun barəsində mütləq ölçü götürməli. Məsuliyyətə cəlbedici addım atmalıdır. Aydın Əbilov qeyd edib ki, müğənni vətəndaşların hesabına tanınır. İfaçıların tamaşaçılara həm virtualda, həm də reallıqda aşağılayıcı davranışı anlaşılan deyil. Röya Ayxan ya çıxıb bunun sadəcə reklam xarakterli olduğunu açıqlamalı, ya da hüquq mühafizə orqanları bu işlə məşğul olmalıdırlar. Onun kiminsə telefonunu əlindən almaq haqqı yoxdur. Telefonun səsini azaldın və ya imkan varsa işıq salmayın ki, tamaşanın işıq kompozisiyasına təsir etməsin kimi cümlələr deyə bilər. Amma konsert zalına telefon gətirmək qadağan deyilsə, vətəndaşlar ora gəlmək üçün 100, 200, 300, bəzən 1000 manat pul veribsə, o zaman onun smartfonu ilə görüntü götürmək və ya işlə bağlı mesaj yazmaq haqqı var. Dinləyici bununla bağlı şıltaqlıq və hüquqa zidd hərəkətlə rastlaşırsa, mütləq cavabı olmalıdır.